Salam, hər vaxtınız xeyir olsun. İkinci günün daha doğrusu kimya suallarına baxaq. Xatırladım ki, hər gün 5 sual olmaqla bizim WhatsApp qrupumuzda, WhatsApp kanalımızda, Instagramda və Facebookda paylaşılır. Hər gün 5 sual paylaşılır və həmin sualların izahı YouTube kanalında video izah yerləşdirilir və həmçinin bunların linkləri də eyni ilə bayaq sadaladığım adreslərdə belə deyək tapa bilərsiniz. Bu suallar müxtəlif illərdə qəbula düşmüş, müxtəlif sınaqların içindən götürülmüş, müxtəlif toplulardan və müəllif kitablarından seçilmiş maraqlı suallardır. Siz bununla hər gün bu kimya ilə məşğul olmaq istəyirsinizsə, bu suallar üzərində tez-tez təkrar gedə bilərsiniz. İndi başlayaq izahımıza. Baxın, bizə elektrolit məhlul deyilir, çox maraqlı məsələdir. Birinci elektroliz anında 20% qatılıq olub məhlulun, ikinci elektroliz anında 30% olub. Yəni belə gördük ki, zaman getdikcə məhlulun qatlığı artmağa başlayır. Məhlulun qatlığı nə zaman artırdır? Məhluldan suyu buxarlandırdıqda və məhlula həll olan maddə əlavə etdikdə. Təbii ki, elektroliz zamanı hər hansı bir maddə üzərinə əlavə etmədən suyu buxarlandırmaqla məhlulun qatlığı artır. Su nə zaman buxarlanır? Katodda H2 əmələ gəlsin, anodda isə O2 qazı əmələ gələrsə bu suyun buxarlanması deməkdir. Bu da katodda H2 verirsə burada bizim aktiv metallarımız olmalıdır. Lityum, natrium birinci, ikinci qrup elementləri, maqnezium və alüminium. Ona görə də biz misi buradan silirik. Çünki misin özü katodda əmələ gəlir. Əgər anodda oksigen qazı əmələ gəlsə, deməli OH ionu anoda doğru anodda deməli oksidləşibdir. Anodda oksidləşib və O2-yə çevrilibdir. OH-ın oksidləşməsi də oksigenli turşularda olur. Yəni oksigenli turşunun duzunu götürməlidir. Cavab 1, 4, daha doğrusu 2, 4 Y variantı olacaqdır. Digər ikinci maraqlı məsələmiz burada deyir ki, ağ fosfor molekuluna rabitədə iştirak etməyən elektron sayı ağ fosfor P4-dür. Elektron sayı bir fosforun 15 ədəddir. Onda bizim buradan ümumi elektron sayımız 15 vurulsun 4, 60-a bərabər olacaqdır. Rabitədə iştirak etməyən deyirsə, P4 molekulunda deməli kristal qəfəsin, daha doğrusu rabitəni yazsaq, rabitəni yazmadan da tapmaq olar. 6 dənə bizim burada rabitəmiz var. 6 rabitə varsa bu rabitə üçün 12 elektron sərf olunubdur. Deməli 60-dan da çıxdıq 12-ni, 48-də iştirak etməyəndir. 48-in bizə deyir 48-in 12-yə nisbəti 2A çıxılsın 1-dirsə, A-nın qiymətini buradan tapırıq 2,5. Daha sonra deyir eten molekulu. Eten molekulda asetilendir. Karbon 3 qat rabitə. Burada qeyri-polyar kovalent rabitə 3-ə bərabərdir. Polyar kovalent rabitə isə 2-yə bərabərdir. Karbon-karbon arasında 3 dənə rabitəmiz var. Karbon-hidrogen arasında 2 dənə. Nisbəti 3-ü də 2-yə böldükdə 1,5 verir. İndi biz bu 1,5-i aynən ifadə eləmək istəyirsə, 2,5-dən 1-i çıxanda 1,5 verir. Daha sonra gəldik 3-cü sualımıza. Bu da termokimyəvi tənliklərə aiddir. Hess qanunu ifadə edən bir məsələ tipidir. Bu məsələ tiplərində mən həmişə deyirəm, bu hissiyə sanki sizə bir belə deyək də ipucu göstərən, sizə istiqamət verən bir reaksiya tənliyi kimi baxırıq. 2NH3 sağ tərəfdədir. Reaksiya baxırıq NH3 hansı reaksiyalardadır? Bu reaksiyadadır. Amma sol tərəfdə 4NH3-dür. Reaksiyanı əks tərəfə çevirsək, olacaqdır deməli və 2-yə bölürəm ki, buradakı kimi 2NH3 alınsın. Onda olacaq 2NO. Üstə gəlinsin 3H2O, baxın. Reaksiyanı tərəflərini dəyişdik, 2-yə böldük. Alındı 2NH3, üstə gəlinsin 2,5 O2. Və reaksiyanın tərəflərini dəyişdiyim üçün delta H B idisə, qiymət olur mənfi B tərəfə əks işarə ilə böldük 2-yə, delta H-ı da böldüm 2-yə. Daha sonra N2. Bu reaksiya olduğu kimi qalacaqdır. Yəni bunun delta H-ı elə A olaraq qalır. Çünki burada solda N2-dir, bizdə də sol tərəfdə N2-dir. İstədiyimiz tam olaraq budur. Və hidrogen. Hidrogen keçməlidir əks tərəfə. Reaksiyanın tərəflərini dəyişməliyik. 2-dir, 3 olması üçün 1,5-ə vururuq. Onda olur 3H2. Üstə gəl O2 1 idi. 1,5-ə vurduq. 1,5 O2 əmələ gəlir deməli bizdə 3
H2O. Yuxarıdakı reaksiyonda yazıram. N2 üstə gəlinsin O2 əmələ gəlir 2NO. Neynədik? Biz bunun tərəfləri dəyişdik, oldu. Deməli, istilik effekti mənfi 1,5-ə də vurduğumuz üçün 1,5 C-yə bərabər olacaqdır. Və biz bu reaksiyanı tərəf-tərəfə topladıqda, baxın, oxşarlar ixtisar olunacaq. 2NO ilə 2NO sağ və solda eynidir. 3H2O ilə 3H2O getdi. Daha sonra burada nə var? 1 burada 1,5, 2,5 O2, sol tərəfdə də 2,5-dir. Bunlar da getdi və bizim əlimizdə qalan N2 üstə gəlinsin 3H2, sağ tərəfdə, sol tərəfdə isə 2NH2. Neynədik? Tərəf-tərəfə topladıq. A üstə gəlinsin, mənfi B bölünsün 2, onda B bölünsün 2 olacaq. Üstə gəlinsin 1,5 C-ni də biz 3 bölünsün 2 C kimi yazırıq. Mənfilər təbii ki, mənfi müsbətə təsir etdi və bunu eyni kəsirin içində yazsaq 2A çıxılsın B çıxılsın 3C olar, cavab olar. A variantı uzun həll tələb edən bir reaksiyadır. Alkil molekulunda ümumi rabitə sayı. Alkil molekulu alkin CnH2n-dir. Ümumi rabitə sayı. Deməli, ümumi rabitə sayını ümumiyyətcə sigma rabitəni taparam. Sigma rabitənin tapılma qaydası. Alkin açıq zəncirdir. Açıq zəncir olduğu üçün atom sayından bir vahid əskik sigma rabitəmiz var. 3n çıxılsın 1. Alkində də bildik ki, karbon arasında bir dənə pi rabitəmiz var. Pi rabitədə 1-i gəlsəm üstünə, onda mənim ümumi rabitə sayım 3n olacaqdır. Bu bizə deyir 3n çıxılsın 3-dür. Yazıram ki 3n bərabərdir. Mən buradakı n-i x-dən əvəzləyirəm. 3x çıxılsın 3 və karbon atomunun sayını tapıram ki x çıxılsın 1 imiş. Hidrogen atom sayını tapın. Hidrogen atomumuz nədir? 2n-dir. 2n-dirsə 2-nin də yerinə x çıxılsın 1-i qoyduq. Bu deyirlər 2x çıxılsın 2Y variantı. Gəldik 5-ci sualımıza. Reaksiyanın məhsulu nədir? Bu bizim doymuş karbon turşumuzdur. Doymuş karbon turşusunda xlor əvəz olunma reaksiyası gedir və alfa vəziyyətində, yəni karboksil funksional qrupun yanındakı karbon atom alfa vəziyyətindəki hidrogenin biri əvəzlənir. Əvəz olunma reaksiyası olur CH xlor COOH 1, 2, 3, 2 xlor propan turşusu, cavab B variantı.